sənətlə məşğul olmaq istəyirəm. Mingəçevirdə kino günləri çərçivəsində nümayişlər mayın 24-də Mingəçevir Dövlət Dram Teatrında keçirilib. Bizi bura Azərbaycan Kinematografçılar İttifaqı göndərib, müasir Azərbaycan filmlərini, hətta şəhərdə belə tamaşaçılar üçün çox da əlçatar olmayan yeni çəkilmiş Azərbaycan filmlərini bölgə insanlarına tanıtdırmaq istəyirik. Son gündə tamaşaçılar ilk seansda Aydın Arslanın aktyor tammetrajlı bədii filminə baxıblar. Xalq artistləri və prezidentin fərdi təqaüdçüləri aktrisa Ella Yaqubova və aktyor Valih Kərimov çıxış ediblər. Ancaq kinoteatrın binasının olmamalı, bu qəbayətdir. Respublikamız üçün qəbayətdir. Mütləq kinoteatrlar açılmalıdır. Əvvəlki fəaliyyət davam etdirilməlidir. Mən sənin kimi ayaq altı qaza təmkarlardan bezmişəm. Sənə 100 final bölümünə niyə görməzdən gəlirlər? Niyə mənə fərli başlı filmlərə çəkmirlər? İçinə tuzaq olmuş dünyada mən ən çətin rol oynayıram. Bu boyda bir zal, harasa Mingəçevirin arasındasa olsa, inanın ki, orada hər gün gənclər gəlib şuraya baxmaq istəyirlər. Özdə indiki zamanda nə böyük şeydir, belə bir şey etmək ki. Biz çox sevinirik, həqiqətən çox sevinirik ki, belə bir kinoları nümayiş elətdirirsiniz, müzakirəyə verirsiniz və mən bu kino mənə çox təsir elədi. Hal-hazırki dövrümüzün ən, necə deyim, siz bunu, üzr istəyirəm, çırpaqlığı ilə siz bunu nümayiş elətdirdiniz. Həyat hadisələrindən götürülmüş bir film idi, hər birimizə çox təsir elədi. Təbrik edirəm, davamlı olmağını arzulayıram belə layihələrin və belə filmlərin. Burada ən vacib olan məqamlara toxunulubdur bu filmdə. Çox xoşuma gəldi. İnanıram ki, burada mənim kimi də bir çox insanın xoşuna gəldi. Filmdə o qədər axıcılıq var idi. Yəni, yoruculuq görmədim. Fraqmentlər bir-birlərini təkrarlamadı. Yəni, bir-birlərini izləyərək gözəl bir şəkildə getdi film. Belə tez bitəcəyini ummurdum. Amma ən sonda belə bir məqam gözləyərdim ki, yoldaşınızla üzləşməyi orada gözləyərdim. Yəni, həqiqətən o məqamı çox gözlədim ki, sadəcə gedib onun belə alnından öpüb deyərdiniz ki, sən deyərdin. Azərbaycan Kino İttifaqına da təşəkkür edirəm ki, bu ənənəni, film mədəniyyətini yenidən bərpa eləməyə çalışırlar. Hansı ki, Sovet dövründə, mən düşünürəm, burada zalda nə qədər adam Sovet dövrünü görən adam vardı çoxu. Yəni, bir kino mədəniyyəti var idi keçmişdə. Mən özüm Laçındanam, Laçında kinoteatr var idi və mənim yadımdadır ki, mənim valideynlərim, biz hamımız bir yerdə filmə baxmağa gedirdik. Əyalətdə, ucqar bir rayonda. Təəssüflər olsun ki, bugün o kino ənənəsi artıq bir arxa plana keçib. Bu çox gözəl təşəbbüsdür. Ona görə Kino İttifaqa təşəkkür edirəm. Eyni zamanda bu sizin addımınız, yəni region, şəhər, rayon gəlib filmlərin göstərməyə cəhd eləməniz və bu festivallərin təşkilini eləməniz, bu da bizim üçün demək olar ki, əslində ilkdir. Kinoteatrlar, kinozallar çoxdandır öz fəaliyyətini dayandırıb. Bilmirəm, hal-hazırda məncə bizim Mingəçevirdə də fəaliyyəti yoxdur. Nəticədə ona görə bugünkü gün siz burada çıxış edirsiniz. Nümayiş olacaq gözəl filmlərimiz. İnşallah belə gedişatlar, belə ardıcılıq olarsa, mən düşünürəm ki, tamaşaçılardan irəli gələn bir addım olacaq ki, müəyyən qədər hər şəhərdə olsa da, hər şəhərdə, rayonda, rayon mərkəzində kinoteatrlar, kinozallar bərpa olunan yenidən fəaliyyətə başlayır. Günün ikinci seansında isə tamaşaçılar rejissorlar Pərviz Həsənovun Uşaqlıq fotosu sənədli və Elmar Bayramovun Nəfəs, Orxan Ağazadənin Oturacaqlar bədii qısa metrajlı filmlərinə baxıblar. Mənim uşaqlıq fotoğrafım yoxdur ümumiyyətlə, heç vaxt olmayıb, çünki qaldı Qarabağda evimizdə. Mənə şey gəldi ki, doğrudan bir insan niyə görə yəni uşaq fotoğrafı olmasın ki? Bu səbəbi nədir ki? Təbii ki, müharibədə, amma düşündüm ki, bəlkə bu özü mənə özümə bir motiv verdi ki,
filmin süjet xətti bu ola bilər ki, bir adam uşaq fotası yoxdur. Yaxşı filmlərdir, bir sözün üstə yaxşı filmdir. Əslində, təşəkkür eləmək istəyirəm Kino İttifaqı. Bu cür tədbirlər çox olmalıdır. Mən aktyoram. Mən bu sənətimlə məşğul olmaq istəyirəm. Ən gözəl filmlərdə çəkilmək, ən yaxşı tamaşalarda oynamaq istəyirəm. Mənim bundan başqa əlimdən heç nə gəlmir.